Aprelin 20-sində Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında dövlət müstəqilliyimizin bərpasının 35 illiyinə həsr olunmuş Azərbaycan Respublikasının inkişafı yolunun siyasi nəzəri əsasları və ideoloji xətt mövzusunda Respublika Elmi Konfransı keçirilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli konfransın həm elmi, həm də ictimai-siyasi baxımdan xüsusi əhəmiyyət daşıdığını bildirib. O, Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 35 illiyinə həsr olunmuş konfransı müstəqil dövlətçilik tariximizin əsas mərhələlərinin elmi müstəvidə təhlili baxımından mühüm platforma kimi dəyərləndirib. Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan xalqının müstəqillik idealları uğrunda apardığı mübarizənin tarixindən bəhs edərək bildirib ki, cəmi 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə mühüm bir mərhələni təşkil edib. AXC müasir Azərbaycan dövlətinin siyasi, hüquqi və ideoloji əsaslarını formalaşdırıb, milli müstəqillik düşüncəsinin təməlini qoyub. O, 30 ilə yaxın işğal altında qalmış torpaqların azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının müasir tariximizin ən mühüm və şanlı mərhələlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin beynəlxalq arenada apardığı prinsipial siyasət və Zəngəzur dəhlizinin açılmasıyla bağlı proseslər Azərbaycanın regionda və dünyada artan geosiyasi rolunu aydın şəkildə nümayiş etdirir. Sonra Azərbaycan Respublikası Prezidentinin administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbəsinin sektor müdürü, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev yeni reallığı şərtləndirən siyasət mövzusunda məruzə ilə çıxış edib. Asif Usubəliyev Amayanın bu mövzuya müraciət etməsinə olduqca önəmli və sevindirici hadisə kimi qiymətləndirib. Onun sözlərinə görə yeni siyasi reallıqların elmi müstəvidə müzakirəyə çıxarılması müxtəlif yanaşmaların formalaşmasına şərait yaradır. Məruzəçi bu mövzunun şərhi üçün çoxsaylı nəzəri və praktiki baxışların mövcud olduğunu söyləyib. Məruzəçi ölkə daxilində müasir siyasi prosesləri səciyyələndirən əsas xüsusiyyətlərdən birinin siyasi dialoq olduğunu diqqətə çatdırıb. Sektor müdürü əlavə edib ki, siyasi dialoqun institusional əsaslarla inkişaf etdirilməsi cəmiyyətin sabitliyinin möhkəmləndirilməsinə, milli birliyin güclənməsinə və uzunmüddətli siyasi dayanıqlığın təmin olunmasına xidmət edir. Tədbirdə həmçinin bir sıra mövzularda məruzələr də dinlənilib. Leyli Naymin qızı, Ziya Xudiyev, Fərid Həşimov, Elm TV.